Some legends are told, some turn to dust or to gold, but you will remember me for centuries. Just one mistake is all it will take. We'll go down in history. Remember me for centuries. AFF U17 Liqasında 2024-2025 illər mövsümündə Neftçi Futbol Mərkəzində yekun vurulub. 17 yaş adayı futbolçulardan ibarət komandamız mövsümün sonuncu 45-ci turunda Turan Tovuzu qonaq edib. Oyuna hücumlarla başlayan təmsilçimiz 15-ci dəqiqədə istəyinə çatıb. Elşin Atakişiyev hesabı açıb. 6 dəqiqə sonra hücumçumuz Elnur Abdullayev fərqlənib. Görüşün 24-cü dəqiqəsində Nicat Məhərrəmov hesab arasındakı fərqi 3 topa çatdırıb. İlk hissənin sonlarında Pünhan Qasımzadə özünün qazandığı penaltini dəqiq yerinə yetirib. Bununla da komandamız fasiləyə 4-0 hesablı üstünlüyü ilə yollanıb. İkinci hissədə də üstünlüyünü qoruyan Ağqaralar 71-ci dəqiqədə Kamran İsmayılovun, 76-cı dəqiqədə isə Elvin Vəliyevin qolları ilə yekun nəticəni müəyyənləşdirib 6-0. Remember me for centuries. Remember me for centuries. I can't stop till the whole Görüşdən sonra mükafatlandırma mərasimi keçirilib. Medalları 18 yaş adayı futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev və AFFA-nın yarışların təşkili departamentinin rəhbəri Emin Cəfərov təqdim ediblər. 104 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan Zirə Bürünc, 108 xalla 2-ci pillədə qərarlaşan Qarabağ gümüş medallara yiyələnib. 109 xalla birinci olan Neftçi isə kuboku başı üzərinə qaldırıb. But you will remember me for centuries. Just one mistake is all it will take. We'll go down in history. Remember me for centuries. Remember me for centuries. Çempion baş məşqçimiz Asif Ramazanov sevincini Neftçi TV ilə bölüşüb. Məsuliyyətli iş gördük. Uşaqlar bu məsuliyyəti dərk edirdilər. Allahın izi ilə çempionluğu haqq edən tərəf biz olduq. Bu milli ara ilə bağlı son Zirə maçından sonra da ağır bildiyiniz kimi 3-3 oynamışdıq. Orada mən uşaqlara dedim ki, biz artıq demək olar ki 99% çempionluğu əldə eləmişik. Əsas rəqibimiz belə o idi. Yəni çünki ən yaxını Qarabağda izləyirdi. Tovuzun bugünkü oyununa gəldiksə isə bizim Tovuzla oyuna itkiləri var idi. Bir 6-7 nəfər oyuncuları yox idi. Millidən qayıdanlar, zədəlilər, nə bilim gəlməyənlər, yəni belə oyuncular var idi. Allahın izi ilə İki mövsüm ərzində 100 qola imza atan hücumçumuz Elnur Abdullayev və komandamızın kapitanı Vüsal Kərimov da fikirlərini bildiriblər. Bu oyuna çox fərqli yanaşmışdım. Çünki hədəfimdə ancaq qol vurmaq idi. 100 qola çatmalıydım və hədəfimə çatdım çox şükür. Çempionluğa da çatdıq. Artıq biz 2 qat Azərbaycan çempionuyuq və sevincimiz hər şeydən görsənir. İnşallah gələn ildə U19-da çempionları kubokunu qaldıracağıq inşallah. Fikirlərim odur ki, yəni mövsüm başlayandan, il başlayandan bir dənə məqsədimiz vardı, o da çempion olmaq. Və şükürlər olsun ki, biz də çempion olduq, bunu bacardıq. Komandamla fəxr edirəm. Yəni Neftçiyə sadəcə çempionluq yaraşır. Bizə sadəcə çempionluq yaraşır və komandamla yenə deyirəm fəxr edirəm. Qeyd edək ki, 17 komandamız sonuncu dəfə 2014-2015 mövsümündə çempionluq sevincini yaşamışdı.